Salam hörmətli izləyicilər. 1967-ci ildə Cənubi Amerikada, xüsusilə də Boliviyada inqilabçıların ən fəal dövrlərindən biridir. Boliviyada inqilaba başçılıq eləyən isə Ernesto Che Guevara idi. O güllələnir və onun bir əli kəsilərək lazımi yerlərə göndərilir. Bu güllələnməni və onun əlinin kəsilməsini həyata keçirən isə Boliviya ordusunun generalı Pereira olur. Pereira bu əməlindən sonradan qorxur, qorxusundan həmin Boliviya dövlətindən xahiş eləyir ki, yəni öz dövlətindən xahiş eləyir ki, onu xarici dövlətlərdən birinə konsul kimi göndərsinlər və təbii ki, izi itirmək üçün. Və belə də olur, Boliviya dövləti onu Almaniyaya, Hamburg şəhərinə konsul kimi göndərir. 1971-ci ildə Ernesto Che Guevara'nın sevgilisi Monika bu qisası almaq üçün deməli Almaniyaya yollanır. Təbii ki, Avstriyalı bir model adı altında ora gedir və orada müəyyən vasitələrlə Pereira ilə tanış olur. Bu tanışlıqdan istifadə eləyən Monika növbəti gün onunla təkbətək görüşə gələn zaman üzərində götürdüyü tapança ilə Pereiro'nun ağzından vuraraq onu qətlə yetirir və beləliklə də Ernesto Che Guevara'nın qisasını alır və polislər onu həbs eləyirlər və o həbs olunan zaman polislərə bildirir ki, mən hər bir şeyi həyatda bağışlaya bilərdim. Ancaq Ernesto Che Guevara'nın isə Pereira tərəfindən belə vəhşicəsinə qətlə yetirilməsini bağışlaya bilməzdim. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.